Azərbaycana idxal və tranzit yüklər əsasən hava daşıyıcıları vasitəsilə gətirilir. Daşınan yüklərin əsas istiqamətləri isə Amerika Birləşmiş Ştatları, Avropa ölkələri və Birləşmiş Ərəb Əmirlikləridir. Bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən hava nəqliyyatında Baş Gömrük İdarəsinə keçirilən tədbirdə deyilib. Eyni zamanda vətəndaşlar üçün sərhəd keçmə prosedurlarından da bəhs olunub. Ətraflı sujetdə izləyək. Tədbirin keçirilməsində əsas məqsədin gömrük orqanlarının fəaliyyətində şəffaflığın artırılması və tətbiq olunan nəzarət mexanizmlərinin obyektiv şəkildə ictimaiyyətə çatdırılması olduğu bildirilib. Həmçinin gömrük sistemində reallaşdırılan islahatlar, yeniliklər və təkmilləşdirilmələr, hava nəqliyyatında gömrük işinin təşkili ilə bağlı görülən işlərdən danışılıb. Gömrük fəaliyyətini şəffaf şəkildə izləməyiniz, birbaşa müşahidə etdiyiniz gömrük nəzarətinə aid əməliyyatlar gələcəkdə bu sahə ilə bağlı suallara daha obyektiv və dəqiq cavablandırmanıza müsbət təsir göstərəcəyinə inanırıq. Bu cür qarşılıqlı əlaqə həm düzgün ictimai məlumatlandırmanın inkişafına, həm də birgə əməkdaşlığımıza xidmət göstərəcəkdir. Ümid edirəm ki, bu görüş sizdə hava nəqliyyatında Baş Gömrük İdarəsinin iş fəaliyyəti haqqında həm də ümumi gömrük prosedurları haqqında daha dolğun təsəvvür formalaşdırmasına faydası olacaqdır. Briefing zamanı bu sahənin spesifik xüsusiyyətləri və gömrük postları, eləcə də sərnişin axınına dair son 6 aya əhatə edən statistikalar barədə də məlumat verilib. Bildirilib ki, son 6 ayda ölkəyə 12.322 təyyarə reysi ilə 1.658.738 sərnişin gəlib. Habelə 7.865.927 post göndərişi emal olunub və onlar üçün elektron ticarət bəyannamələri rəsmiləşdirilib. Bununla yanaşı Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük işinin təşkili əyani olaraq da təqdim edilib. Bakı Kargo Terminalında mallar üzərində gömrük nəzarətinin və rəsmiləşdirilmənin təşkili, poçt göndərişləri vasitəsilə daşınan bağlamaların gömrük nəzarətindən keçirilməsi proseduru barədə məlumat verilməklə həmin gömrük postunda görülən bir sıra işlər təqdim olunub. Sutka ərzində orta hesabla 80 ton idxal, 5 ton ixrac və 600 ton tranzit transfer yükü məhz bu posta rəsmiləşdirilmədən keçir. Bu istiqamətdə müasir texnologiyalardan istifadə olunması da diqqət çəkir. Gömrük rəsmiləşdirilməsi ümumilikdə risk əsaslı Araz sistemi tərəfindən analiz vasitəsilə həyata keçirilir. Araz sistemi həmin yüklərin gömrük yoxlanılmasına, cəlb olunmasına indikator vasitəsilə məlumat verir və gömrük yoxlanılması həyata keçirildikdə gömrük qanunvericiliyində mallar uyğunluq təşkil verirsə, gömrük buraxılışı təmin olunur. Tədbir çərçivəsində daha bir diqqət çəkən məqam terminal bir gömrük postunda şəxslərin sərhəd keçmə prosedurlarıdır. Söhbət əl yükü və bagajlara tətbiq olunan gömrük nəzarəti tədbirləri, habelə yaşıl kanal, qırmızı kanal buraxılış sistemlərinin iş prinsipləri və rəsmiləşdirmə əməliyyatlarından gedir. Həmçinin bu prosedurlar da əyani şəkildə göstərilib. Yaşıl kanal buraxılış sistemi malların şifahi şəkildə bəyan edilməsi üçün nəzərdə tutulmuşdur. Yaşıl kanal buraxılış sisteminə daxil olan vətəndaş, əgər yaşıl kanala daxil olursa, bu o deməkdir ki, vətəndaşın əl yükündə və müşahidə olunan bagajında gömrük orqanına yazılı şəkildə bəyan ediləsi mal yoxdur. Qırmızı kanal buraxılış sistemi isə malların yazılı şəkildə, yəni bəyannamə təqdim etməklə istifadə olunan buraxılış sistemidir. Bildirilib ki, yoxlama prosedurlarının sürətləndirilməsi üçün texniki nəzarət vasitələri, xidməti itlər, o cümlədən mexaniki elektron qurğulardan istifadə edilir.